Millət, gördüyünüz bu şəkil ana və bəslədiyi quzular. O mənim anama son hədiyyəm olub. Artıq 10 ildir ki, mən anamı təbrik edə bilmirəm. Əziz anası olanlar, anası yanında olanlar, analarınızla müğayət olun ki, sizi belə bir xatirələr göynətməsin. Allah bütün analara ömür versin. Allah dünyasını dəyişən analarına rəhmət eləsin. Yəni, bu mənim son hədiyyəm olub, ancaq başqa bir variantlarla ölümündən sonra təbriklər eləmişəm anamı. Dəyərli insanlar, demək bu ərazi balaca bir torpaq ərazisi idi. Gördüyünüz qədər hardasa bir sotsat olar. Orada mən anam rəhmətə gedəndən sonra bir bağ saldım. Rəhmət qazandırmaqdan ötürü. Yəni mən hər il belə bir anamı bu cür təbrik edirəm. Yəni gördüyünüz boş ərazi idi. Bu ağaclar 10 ilin ağaclarıdır. Və bu gün də yasəmən ağacı öz yaşadığım ərazidə, kristalın ərazisində yasəmən ağacları əkdim və anamı təbrik eləməyə. Məqsədim də bu gözəlliklərin, oksigen, təbiətin gözəlliyindən zövq alan insanların ən azından çönüb o ağac əkəni ölənlərinə rəhmət oxumağı bu mənim üçün bir təsəllidir, həm də anam üçün bir təbrikdir. Allah bütün valideynləri qorusun, Allah analarımızı qorusun, atalarımızı qorusun. Valideyn böyük bir qüvvədir və ona dəyər vermək lazımdır. İstər sağ ikən, istər dünyasını dəyişəndə. Allah sizləri qorusun. Bu ağaçları da qoruyub saxlamaq hər bir vətəndaşın, hər bir insanın borcudur. Var olasınız, xalqım.